Salam və vaxtınız xeyir. Deməli, bu gün müəyyən şəxsi cümlələrlə başlayaq. Deməli, bu mövzular ümumiyyətcə maraqlı mövzulardır, amma burada cümlə üzvlərini bilmək lazımdır. Birinci başlayan kimi deyək ki, müəyyən şəxsi cümlənin xəbəri nətər olur? Müəyyən cümlənin xəbəri hamısında ola bilər. Birinci qayda budur. İkinci ən önəmli qayda odur ki, bu cümlədə ya mübtəda olmalıdır, ya da mübtədanı təsəvvür eləyə bilməliyik. Məsəl üçün deyirəm, gedirəm deyəndə mən gedirəm deməliyəm. Oldu mu? Bir dənə buradan yazaq. Və yaxud deyirəm ki, gedirsən. Gedirsən. Hamı bilir ki, cümlə belədir. Bitdi cümlə. O zaman biz məntiqlə bilirik ki, əvvəlinə sən qoya bilərik. Deməli, bu müəyyən şəxs cümlədir. Gedir. Bunu da qoya bilərik. Sonra gedirik. Sonra gedirsiniz. Amma bir yerdə istisnamız var. Bunların hamısını biz əvvəlinə qoya bilərik. Amma gedirlər olduğu zaman, gedirlər deyəndə kim gedir dəqiq deyə bilmirik. Beynimizdə onlar qoya bilərik. Beynimizdə onlar qoyanda da artıq bu müəyyən şəxsi cümlə olmayacaq. Baxaq indi. Yalnız baş üzvlərdən ibarət olsun deyir. Kitab alırdı. Bax, alırdı kim? O. Cümlədə mübtəda yoxdur. Nəyi alırdı kitabı? Deməli, tamamlıqdır. Bu olmaz. Dünəndən onu axtarıram. Axtarıram mən. Nə vaxtdan? Dünəndən. Bu oldu zərflik. Deməli, B də olmayacaq cavab. Çünki ikinci dərəcəli zor. Bizdən yalnız baş üzvləri istəyirdi. Gözəl güllər məktəbin həyətində idi. Bax, məktəbin həyətində birlikdə cümlə üzvüdür. Nə? Güllər. Hansı güllər? Gözəl güllər. Gözəl ikinci dərəcəli, ona görə cavab olmaz. Ağıllı sözü eşitmək ağıl əlamətidir. Bax, ağıl əlamətidir. Nə? Ağıllı sözü eşitmək. Bu ismi birləşmədir. Bu da feili birləşmədir. Yəni, yalnız mübtəda və xəbərdir. Deməli, doğru cavabımız D variantı. Düşünməyin kim, siz, nəyi, bunu. Burada isə ikinci dərəcəli üzv olduğuna görə doğru cavab olmadı. İndi bizdən nə istəyir? Bax, belə qeyd eləmək lazımdır. İsmi xəbəri istəyir birinci. Baxaq. Feili xəbər var mı? Bax, dolmuşdu. Olmayaq, sevinirdilər. Bunlar feilin şəkilləridir, ona görə olmaz. Dostumdur kim? Familin qardaş. Doğru cavabımız budur. Əsrin əvvəlləridir. Bax, biz burada bu şəxsiz cümlədir. Əvvəlinə mübtədanı düşünə bilmirik. Ona görə burada cavab olmayacaq. Yalnız baş üzvlərdən ibarət olsun deyir. Baxaq, tikintidə işlər get-gedə sürətlənir. Bax, sürətlənir. Nə işlər? Harada? Tikintidə. Getdi. Köməkçi ikinci dərəcəli üzv var. Atam qışda qayıtdı. Bax, qayıtdı kim? Atam nə zaman? Qışda. Deməli, bu da olmaz. Yalnız baş üzv olmalı. Sahə rəisi idi. Niyə birlikdə götürdük? Çünki ismi birləşmə. Sahə rəisi. Kim? Qohumlarımdan biri. Bax, elə yalnız baş üzv var. Ona görə doğru cavab budur. Bizim qonşumuzdur kim? Ramiz. Hansı Ramiz? Sahə həkimi. Bu da tamamlıq olmadı. Əsirdir nə? Meh. Necə meh? Sərin meh. Bu da olmadı. Bu rəngini dəyişək nəsə. Xoşuma gəlmədi bu rəng. Hansı rəng olsun? Bu da çox göy yaxşıdır. Yaxşı, davam eləyək. Bunu silin, bu səliqəli olsun buralar. Yalnız baş üzv olsun deyir. Var, kimsə, harada? Orada. Bax, bu da zərflik də olmaz. Göz oxşuyur. Nə? Nə göz oxşuyur? Qızıl güllər. Nə zaman? Yaz gələndə. Bu da ikinci dərəcəli üzdür. Soyuqdur. Nə? Heç yoxdur burada. Mənə. Yəni, ikinci dərəcəli var. Olmaz. Sənə zəng edən mənim müəllimim. Mənim müəllim ismi birləşmədir. Kim? Kim imiş müəllimim? Sənə zəng edən imiş. Deməli, doğru cavabımız budur. Niyə bütövlükdə götürür? Zəng edən feil sifət döncəkləri götürür. Bu da ismi birləşmədir. İsmi birləşmələr, feili birləşmələr birlikdə cümlə üzvü olur. Hansılar olmur? Məsəl üçün deyirəm, ağıllı şagird.
Burada bu da ismi birləşmə. Amma bu bölünür. Şagird hansı şagird? Ağıllı şagird. Müəllimdir harda? Kənddə. Burada da ikinci dərəcəli üzv var. Şöyle bir səliqəsiz yazıram. Yenə eyni şey istəyir bizdən. Bax yola saldılar nə zaman? Dünən. Ona görə olmaz. Səbr etmək. Bax lazım idi. Nə lazımdır? Səbr etmək lazımdır. Səhərin açılmasını gözləmək lazımdır. Yalnız baş üzvlərdən ibarətdir. Məstər tərkibidir. Bu da nədir? O da məstər tərkib. Demək doğru cavabımız nə oldu? D variantı. B variantı. Bu rəngini beğenirsən, bu daha yaxşı yazır. Məsələn, yoxa çıxır. Hamısını izah edirəm ki, qaranlıq şey qalmasın. Nə yoxa çıxır? Ulduzlar. Nə zaman? Günəş şəfəq açanda. Baxın, ikinci dərəcəli üzv var. Olmaz. Sonra. Burada da bax, razılığa gəldik. Kim? Biz. Heç burada baş üzvlər yoxdur. Biri. Sonra bu nədir? Kəndin bir yer. Burada ümumiyyətcə xəbər yoxdur. Xəbər yoxdursa, biz buna deyirik ki, bu adlıq cümlədir. Bu da doğru cavab deyilmiş. Vay vay vay, nə iyrənc oldu buralar. Baxaq, yalnız baş üzvlərdən olsun və ismi xəbər olsun. Baxaq, burada feili xəbər hanı? Yağmalanmışdı, feilin şəklidir, bu olmaz. Stolun üstündədir. Nə? Sənin kitabının vərəqləri. Hamısı birlikdə oldu. Bax, deməli, doğru cavabımız A-dır. Bax, deyir ki, Əlinin qardaşıdır. Əlinin qardaşı. Buna görə bir götür. Kim? Qonşumuz. Hansı qonşumuz? Gələn qonşumuz. Bax, diqqətlidir. Kim? Lalə xanım. Hansı Lalə? Diş həkimi Lalə. Varmı? Nə xəbərin? Nəydən? Hadisədən. Buna görə bu da olmadı. İkinci dərəcəli cümlə üzvünün işləndiyi, bax, ikinci dərəcəli üzv olsun deyir və müəyyən şəxs cümlə olsun. Duyulur, nə duyulur? Baharın nəfəsi. Burada yoxdur. Günorta idi. Kim? Nə? Hara? 3 dənə sual veririk də, ümumiyyətcə. Kim? Nə? Bir də hara? Bu suallara cavab yoxdursa, bu ehtimal ki, şəxsiz cümlədir. Deyək, xalqın, Azərbaycan xalqı bütövdür. Azərbaycan xalqının qürur mənbəyidir. Azərbaycan xalqı bir ismi birləşmədir. Xalqın mənbəyi bir ismi birləşmədir. Bu da araya girən sözdür. Azərbaycan xalqının qürur mənbəyidir. Kim? Polad Həşimov. Hansı Polad Həşimov? General mayor. Demək, ikinci dərəcəli üzv var burada. Demək, doğru cavabımız oldu. C variantı. Bu rənglər niyə mənim beynimə belə takıldı? Baxaq, məsələn, D niyə olmur? Niyə belə geniş izah edirəm? YouTube-dan istifadə edən uşaqlar daha çox hər şeyi başa düşmək istəyən uşaqlardır. Ona görə geniş izah edirəm. Elə azınlıqdadır, elə bu cür izah edirəm. Şuşanın havasından ötürü burnumun ucu göynür. Burnun ucu göynəmək frazoloji birləşmədir, bütöv oldu. Burnun ucu göynür mübtəda yoxdur, baxın burada. Ona görə bu burnun ucu göynür şəxssiz cümlə. Çünki kim, nə, hara sualını verənmirik. İclasda baxılırdı. Baxılırdı, baxılmaq sözü ümumiyyətcə hər zaman şəxssiz cümlədir. Ona görə bu da olmadı. Biri müəyyən şəxsli, sadə cümlə. Bax, sadə cümlədir. Ümumiyyətcə, mürəkkəb cümlələri götürmürük. Bax, qış gecələrindən biridir. Qışın gecələrindən biri. Bax, bu ismi birləşməlidir. Kim deyə bilmərəm ki, deməli bu şəxssiz cümlədir. Bu olmaz. Baxılmaq həmişə şəxssiz cümlədir. Bu da olmaz. Cavanların bir qismi çalışır. Bax, çalışırdı kim? Cavanların bir qismi. Harda? Sexlərdə. Hansı sexlərdə? Müxtəlif sexlərdə. Bizdən nə istəyirdi? Elə bunu istəyirmiş. Mübtəda olsun. Bəs qovmazlar. Kimi? Qaçanı. Ümumiyyətcə bu da nə idi bunun adı? Hər kəsə aid olanda nə deyildi? Unutdum, bax. Ümumi şəxsli cümlədir. Ona görə bu da olmaz. Qırmızı qəşəng görünür. Bax, bayaqçılar nə pis görsənirdi. Dünən tərtib edilən siyahıya nəzər salmaq frazoloji birləşmədir. Biz nəyi bölmürük? 1. Frazoloji birləşməni. 2. Söz birləşmələrini biz bölə bilmərik. Nəzər salındı. Kim, nə, hara verə bilmirik ki? Yox. Deməli, bu da şəxssiz cümlədir. Demək, doğru cavabımız C variantı.
Bir müəyyən şəxsi cümlə deyil. Deyir ki, hüquq işçisidir. Kim? Nuriyənin yeganə qızı, tək qızı mənasında. Bu şəxsli cümlədir, müəyyən şəxs cümlədir. Həkim olmaq bir sözdür da. Çünki o letələ. Nədir mənim arzumuymuş? Bu da mübtədadır. Bunun yeni dəyişməkdir. Həkim olmaq arzumdur. Yeni dəyişib mübtəda xəbərdə çaşanda tapmaq olur. Arzum nə imiş? Həkim olmaq imiş. Bax belə. İnsanın dünyanın əşrəfi olduğunu deyirlər. Bax deyirlər. Kim deyir? Bilirikmi kim deyir? Biz dedik, larla bitirsə, mübtəda yoxdursa, bu artıq qeyri-müəyyən şəxsi cümlə, müəyyən şəxsi cümlə olmur. Bu bacı, sən gah gülürsən, bax gülürsən, sən müəyyən şəxs cümlədir. Deyirdilər, kim? Uşaqlar. Cümlədə mübtəda var, bu da müəyyən şəxsi cümlədir. Ay qardaşım, bu xitabdır, bizə lazım deyil. Elə o deyilmi vətənimizi gündən-günə inkişaf etdirən? Bax, burada xəbərin yeri dəyişib. Cümlə necə olmalıdır? O, vətənimizi gündən-günə inkişaf etdirən deyilmi? Yoxsa tərsinə dedim mən? Yox, vətənimizi gündən-günə inkişaf etdirən o deyilmi? Xəbər budur, o deyilmi? Elə köməkçinin səsdir. O kimiymiş? Vətənimizi gündən-günə inkişaf etdirən. Niyə hamısını birlikdə götürün? Çünki fe'li sifətdir. İndi baxaq, o deyilmi? Fe'li xəbərdir, ismi xəbər. İsmi xəbər. Deməli, bu səhvdir. Mübtəda ismi birləşmədir. İsmi birləşmədir, yox. Bu nədir? Fe'li birləşmə. Fe'li sifət tərkibi. Deməli, bu da səhvdir. Xəbər fe'li sifət tərkibidir. Xəbər o deyilmi idi? Yəni, bu da səhvdir. Söz sırasına əməl olunmuşdur. Yox, tərsməsi səhvdir. Müəyyən şəxsi cümlədir, bəli. Niyə müəyyən şəxsi cümlədir? Çünki cümlədə mübtəda var. Ay bacım, elə bu cavan eyni şeydir ki, bu da. Boy. Baxaq, fe'li xəbərlidir deyil. Elə bu cavan deyilmi? Bax, cavan deyilmi? Budur. Fe'li xəbər deyil. Mübtəda ismi birləşmə yox. Fe'li birləşmədir. Söz sırasına əməl olunmamışdır. Xəbər fe'l sifət tərkibidir. Xəbər yox, mübtəda fe'l sifət tərkibi müəyyən şəxslidir. Bəli, çünki mübtədası var. Bir müəyyən şəxsli sadə cümlə. Ana, axı keçmişi, bugünü, sabahı görməmək korluqdur. Bax, korluqdur. Nə? Sabahı görməmək, bugünü görməmək, keçmiş budur. Deməli, bütövlükdə xəbər olacaq. Daha doğrusu bütövlükdə mübtəda oldu. Bir də bunu deyək ki, bir şeyin xəbər olması üçün ya fe'lin şəkilləri olmalıdır həmin şey, ya ismin xəbərli şəkilçisi olmalıdır. İsmin xəbərliyi nə idi? Şəkilçi mənəm, sənsən, odur, bu şəkilçilər. Başqa nə ola bilər? İdi, imiş hissəcikləri ola bilər. Bir də predikativ sözlər var. Yox, bəs mümkün gərək bu sözlər. Məsələn, B variantı dostu dar gündə tanıyarlar. Kim tanıyar? Hər kəs aiddir. Bu ümumi şəxs cümlədir. Bu xitabda çıxdım. Göndərdiyiniz məktublara cavab verilməyib. Bax, cavab verilməyib. Deyə bilərəm kim? Yox. Deyə bilmərəm. Demək, bu da səhvdir. Bacarmadığın işdən yapışma. Yapışma hər kəsə aiddir. Ümumi şəxs cümlə. İşləməyin vaxtıdır. Bu xəbərdir. Artıq da köməkçinsin. Təkcə xəbərdirsə, heç mübtədanı da düşünəmirəm. Doğru cavabımız da oldu, unutdum. A variantıymış. Müəyyən şəxsin istəyir. Yenə bizdən elə bil. Elə billə olub. Larla bitən mübtəda olmayanlar %90% qeyri-müəyyən şəxsi cümlə sayılır. Hər şeydən ötürü dava salmazlar. Bu da xitabdır. Bu hamıya aid. Deməli, bu nə oldu? Ümumi şəxs cümlədir. Sonra günorta idi. Günorta idi. Kim? Olmur ki. Deməli, bu da ümumi şəxsiz cümlədir. Oktyabr ayıydı. Nə zaman? Kitablar paylananda. Kim deyə bilmirəm. Deməli, bu da ümumi şəxs cümlədir. Müəllimlik hamının etirafına görə olduqca gözəl sənətdir. Və sənətdir nə müəllimlik? Buradakı bu hamının etirafına görə bilirsiniz nədir? Dərsə bura qədər qulaq asanlar ehtimal ki, çox məsuliyyətli uşaqlardır, ya da nədir? Məsuliyyətdir.
ya da çox güclü uşaqlardır. Bir iki suala çıxıblar. Bu hamının etirafına görə sizcə nədir? Cümlədə işlənib. Bir dənə ipucu verirəm. Hər iki tərəfində vergül var. Doğru cavabımız 7. Bunun cavabını tapana mənə bir dənə yağlı 5. Müəyyən şəxsi cümləni müəyyən edin. Yəni bu sintaktik cəhətdən nə sayılır hamının etirafına görə? Müəyyən şəxsi cümlələri tapdır. Uzun illərin ayrılığından sonra onu tanımamışdım. Kim tanımayıb? Mən. Deməli müəyyən şəxsi cümlədir. Biri bu. Gecənin anı. Bax, gecənin anı ismi birləşmə idi, imiş deyildi, özündən öncə xəbər edir. Burada kim deyə bilmərəm ki. Kim nə hala deyəmirəm. Günəş qüruba enəndə rəngi saralır. Bir dəqiqə. Telefona baxın bir dəqiqə. Deyir ki, günəş qüruba enəndə rəngi saralır. Saralır, nə saralır? Bax, onun rəngi mənasında. Diqqət edir, hamısı mübtəda xəbər, cümlə üzvlərindən bağlıdır. Bu mövzu ümumiyyətcə artıq ikinci hissə əsasən mübtəda xəbərlə çox şey əlaqəlidir. Demək, bu da doğrudur. Məsələn, deyir, ayağı iylənir. İylənir nə? Ayağı. Bu mübtədadır. Nə deyirsən, yox, bəzən başı işləmir onun. Oradakı başı da mübtədadır. O vaxtdan xeyli keçmişdi. Keçmişdi. Nə vaxtdan, o vaxtdan, nədən, nə bilim, nəysə da, yəni kim deyə bilmirəm. Dostum, bu ümumiyyətcə vergüllə olma. İndi yolçu yolda gərəkdir. Və kim? Yolçu. Deməli, bu da olur. Sonra haqqımızda çox söz deyirlər. Larla bitir, hər kəsə aiddir. Həm kimlər deyir. Bu da olur qeyri-müəyyən şəxsi cümlə. Cavabımız oldu 1, 3, 5. Baxaq. Hər şeyin bir kölgəsi var. Nə? Var. Nə? Hər şeyin kölgəsi. Deməli, biri budur. Uzaqdan baxana döyüş asan gələr. Asan gələr. Nə? Döyüş. Deməli, biri budur. Sonra bar gətirin ağaca balta çalmazlar. Bax, balta çalmazlarla bitdi. Düzdür. Hər kəsə aiddir da. Düzdür. Deməli, biz buna deyək ümumi şəxsi cümlə. Bəyin çeşməsindən su içmə. Bu, sizcə bir nəfərə aiddir, yoxsa hər kəsə aiddir? Bu, ümumiyyətcə deyirlər də. Yəni, bəy çeşməsindən su içmə hər kəsə aiddir deyə. Biz buna ümumi şəxsi cümlə deyirik. Hər adamın əkdiyi bitməz. Bu, bitməz nə? Hər adamın əkdiyi. Deməli, doğru cavabımız bir də oldu. Belə dostlar, neçə dəqiqə oldu bu? Biz 18 dəqiqəyə 15 sual. Yoruldum. İnşallah ardında sonra izah edəcəm. Sağ olun.